Antibiotiklər yalnız həkim məsləhəti ilə və ortada bakterial infeksiya olarsa qəbul edilməlidir. Bəs antibiotiklərin yerli-yersiz qəbulu hansı fəsadlara gətirib çıxara bilər? İlk öncə bakteriyalarda rezistentlik yaradır. Bəs bu nə deməkdir? Belə ki, antibiotiklər təbii ki, bakteriyalara qarşı öldürücü təsir göstərir və müəyyən hissəsini öldürür. Xəstəliklər zamanı, bakterial infeksiyalar zamanı isə bu həyati vacib rol oynayır. Bu sayədə biz yaşayırıq, sağ qalırıq. Ancaq əgər yerli-yersiz antibiotiklər istifadə olunarsa, bir yerdən sonra bakteriyalar rezistentlik formalaşdırır. Yəni bu antibiotika qarşı müqaviməti formalaşdırır, struktur dəyişiklikləri olsun, hər hansısa bir funksional dəyişikliklər olsun, özündə yeni funksiyalar inkişaf elətdirir və artıq bizim verdiyimiz tutaq ki, A antibiotikinə qarşı müqavimət göstərir. Bu antibiotik ona təsir etmir. Və bu durumda biz nəyə məcbur qalırıq? Gələn dəfə daha güclü antibiotik verməyə məcbur qalırıq ki, xəstəyə təsir eləsin. Bu yüzdəndir ki, antibiotika qarşı rezistentliyin yaranmaması çox önəmlidir. Çünki artıq müəyyən yerdən sonra bizim seçim imkanımız, antibiotik seçmə imkanımız get-gedə daralır və xəstəni xilas etmək də çətinləşir. Və bu təkcə bir şəxsdə baş vermir, get-gedə antibiotiklərin lazımsız qəbulu topluma təsir eləyir, insan toplumuna, hər hansı bir ölkədə, şəhərdə insan toplumuna təsir edir və bunun nəticəsində artıq toplu olaraq insanlarda hər hansısa bir infeksiyaya qarşı müqavimət azalmağa başlayır. Bakteriyalar belə deyək ki, güclənirlər və bu da toplum olaraq daha da infeksiyaların, başqa xəstəliklərin güclənməsinə, ağırlaşmasına gətirib çıxarır. İkinci olaraq bakterial floranı pozur. Daha öncəki videolarda da qeyd etmişdim ki, bakteriya florası, bağırsağımızda olan flora bizim üçün nə qədər həyati vacibdir. Təbii ki, antibiotiklər düşmən, xəstəlik törədici bakteriyaları məhv edir. Amma bu zaman həm də digər bakteriyaları da məhv edir, hansı ki, bizə faydalıdır. Və bu bakteriyaların sayının zamanla və tez-tez antibiotik qəbulunda azalması nəyə gətirib çıxarır? İmmun sistemin zəifləməsinə, həzm prosesinin zəifləməsinə, pozulmasına və uzun vədədə əhval-ruhiyyənin pozulmasına, psixi problemlərin yaranmasına şərait yarada bilir. Üçüncü səbəb. Üçüncü səbəb allergik reaksiyalardır. Təbii ki, bütün dərman maddələrinin allergiya törətmə potensialı var. Bu o demək deyil ki, hər bir şəxs hər bir dərmana qarşı allergiya inkişaf etdirəcək. Ancaq biz təbii ki, bilmirik ki, ilk öncə dərmanı verməmişdən qabaq hansı şəxsin hansı maddəyə qarşı allergiyası var. Və lazımsız istifadəsi, tez-tez antibiotiklərin istifadəsi ümumi götürüldükdə baş verən allergiya saylarını da artıra bilər. Təbii ki, hər hansı bir antibiotika başlamamışdan qabaq həkim tərəfindən allergiyanın var olub-olmamağı bir soruşulur və yaxud da yoxlanılır. Bu öz yerində. Fəqət hər antibiotik qəbulu da bir reallıqdır ki, həkim nəzarəti altında təəssüf ki, baş vermir. Buna görə də həkim nəzarəti altında antibiotikin qəbulu çox önəmlidir. Dördüncü səbəb isə qaraciyər və böyrəyin yüklənməsi lazım olmayan durumda. Bu nə deməkdir? Bildiyimiz kimi qaraciyər və böyrəklər insan orqanizmində toksik maddələri uzaqlaşdırma funksiyası görür. Yəni hər hansı bir maddə bədəndə, bizim bədənimizdə öz funksiyasını yerinə yetirdikdən sonra ondan qalan atqı, lazımsız məhsullar bir şəkildə orqanizmdən xaric olmalıdır və bu funksiyanı öz öhdəsinə götürən isə qaraciyər və böyrəklərdir. Antibiotiklərin də lazımsız qəbulu bu orqanların iş yükünün artmasına, onların funksiyalarında müəyyən problemlərə gətirib çıxara bilər. Deməli, burdan bu dediklərimdən hansı nəticəyə gəlmək olar? O nəticəyə gəlmək olar ki, antibiotiklər son dövrlərin möhtəşəm kəşfidir, təbii ki, son zamanların və çox ağır durumları, çox ağır xəstəlikləri, sepsis kimi dəqiqələr, günlər içində insan həyatını bitirəcək olan durumları çox gözəl şəkildə müalicə edir. Ancaq antibiotiklərdən uzun vədədə düzgün faydalanmaq üçün lazımsız şəkildə qəbul etmirik. Həkim nəzarəti altında bakterial infeksiya olarsa qəbul edirik. Çünki digər infeksiyalara qarşı antibiotiklərin təsiri yoxdur. Bura qripə aiddir, bura parazitlər aiddir, viruslar aiddir. Buna görə də həm ümumi toplumda rezistentlik yaranmasın deyə uzun müddət antibiotiklərdən faydalana bilək deyə və onlardan xeyir götürə bilək deyə bu dediyim nüansları lütfən nəzərə alaq. Dinlədiyiniz üçün isə təşəkkür edirəm.